Belə şüşə duz qablar burada bir ədədi 1 manatdır. Bir ədədi 1 manat. Baxın belə hanımlar, iri ölçülü olanlar da var. Görürsünüz qiymətləri 1 manatadır. Həmişə məndən soruşursunuz. Ən ucuz tərəzidir, görürsünüz 5 manata. Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Gördüyünüz bu Qara Qarayev metrosunun 3-cü çıxışıdır. Və metrodan çıxan kimi biraz qabağa gəlirsiniz. Burada sevilən evin 1 manat dükanıdır. Dükkanın ünvanı həqiqətən də çox gözəl bir yerdədir, asan bir yerdədir və dükanda nə ürəyiniz istəsə var. Onu da qeyd edim ki, bu dükkan yeni açılıb. Qiymətlər də çox münasibdir. Yolunuz düşsə, siz də gəlib eviniz üçün bütün xırdavat məhsullarını buradan alıb apara bilərsiniz. Hər yerdə 2 manata olan belə şüşə duz qablar burada bir ədədi 1 manatdır. Və çox iri ölçüdədir. Dondurma qablarıdır. Bir ədədi 1 manatdır. Belə paçkada götürsəniz 6 ədədli paçkada 6 manat verib 6 dənəsini alıb apara bilərsiniz. Belə bir-bir də ala bilərsiniz mürəbbə qablar. Bir ədədi 1 manat. Gördüyünüz bakallar bir ədədi qiyməti cəmi 1 manat. Tək-tək də ala bilərsiniz. Belə cüt şəkildə də 6 dənəsini də alıb apara bilərsiniz. Və bu da uşaqlığımızın daş stəkanlarıdır. Bir ədədin qiyməti cəmi 60 qəpikdir. Daş stəkanların nəlbəkiləri də var. Bir ədədi 1 manatdır. Və şüşə qab çeşidləri burada çoxdur. Bunlar 1 manatdır. Bunlar xurma qabları, limon qabları. Bunlar 50 qəpikdir bir ədədi. Burada da ki mürəbbə qablarıdır. Yəni paçkada 6 dənə, 4 dənə, 6 dənə. 6 dənəsi 4 manatdır. Yəni bunlar da 4 manat, 4 manat. Bunlar 5 manatdır. Bunlar ancaq nəlbəkilərdir. Bunlar. Onların paçkası 5 manat. Hə, bunun da paçkası armudu stəkanlarda qəşəng qalındır. Materialı çox qəşəngdir. Paçkası 5 manat dediniz, 6 dənəsi. Və bunlar da, bunlar neçə gedir? Bu 5 manat. Paçkası içərisində 6 dənədir. Hər yerdə 1 manat olan şamlar bu dükanda bir ədədi cəmi 70 qəpikdir. Şotka daraqların da hər biri ayrı-ayrılıqda bir ədədinin qiyməti 1 manatdır. Meyvə mövsümü olduğuna görə artıq yayda dondurucuda nə istəsək saxlaya bilərik. Baxın, bu salafanlar məhz onlar üçündür. Bir paçkası 1 manatdır bir ədədinin. İçərisində də 25 ədədir. Bunda 25 ədəddir, bunda da 30 ədəddir. Bir paçkası 1 manatdır. Sonra burada nə görürsünüzsə, hər birinin qiyməti biraz eynidir. Nə görürsünüz, hər bir şey 1 manatdır. Baxın, qarışqa dərmanı bir ədədi 1 manatdır. Ağcığınat dərmanı var. Nə istəsəniz, hər birinin qiyməti biraz eynidir. Burada da nə görürsünüzsə, hər bir şeyin qiyməti cəmi 1 manatdır. Yəni ev üçün nə lazımdırsa sizə, xanımlar üçün. Sapdır, iynədir, baxın sancaqlar kimi burada var, hər bir şey var. Nə istəsəniz, hər birinin qiyməti 1 manatdır. Xırdavat məhsulları həddindən artıq çoxdur. Bankaları bağlayandan sonra, baxın belə skoçlarla qapaqları bağlayırsınız, çox səliqəli görünür. Burada deməli 50 dənədir, 50 dənəsinin qiyməti cəmi 1 manatdır. Burada da gördüyünüz bütün aksesuarlar, hamısı baxın bujuteriyalar, hamısı 1 manatdır. Görün necə gözəldir. Baxın. Uşaqlarınız üçün ala bilərsiniz, özünüz üçün. Təsbihlər, nə görürsünüz də aksesuarlar, hər biri 1 manatdır. Nişan üçün, toy üçün, nə bilim, xonça bəzəməyə rəngarəng, burada lentalardır. Ən böyük ölçüsü 1 manatdır. Ən kiçiyi isə 60 qəpikdir. Baxın belə, ensiz olanlar. Bax, gördüyünüz bu güldanlar, görürsünüz, iri ölçüdə güldanlardır. Çox qəşəngdilər materiallarda. Baxın, qiymətini də buradan göstər. 12 manat 90 qəpikdir. 12 manat 90 qəpikdən hal-hazırda qiyməti düşüb, baxın, 4 manata. 4 manata düşüb qiyməti. Deməli, bu bina evində yaşayanlar üçün, məsələn, bunu belə keçirdirsiniz bu hissəsinin eyvanda.
məhəccəri keçirdirsiniz. Sonra bisetkayı keçirdirsiniz. Çox qəşəngdirlər. 12.90-dan qiyməti düşüb 4 manata. Baxın, belə 3 dənəli gül qablar da var burada. Bunların qiyməti neçə idi? 4 manat. Hə, 4 manatdır. Baxın, bu 3 dənəli gül qabların da qiyməti 4 manatdır. Bir gül qabı da 3 dənə gül əkə bilərsiniz. Baxın, görürsünüz, burada da çox qəşəng boş qablar var. Bunu belə bulut kimi də istifadə edə bilərsiniz. Çox qəşəngdir. İri ölçüdə. Qiyməti 5 manatdır. Sonra baxın, bu boş qablar qiyməti 2 manat 20 qəpikdir. Bunun bir ədədi 2 manatdır. Bunların da rəngi qəşəngdir. 2 manat 20 qəpikdir bir ədədi. İri ölçüdədir. Və burada belə xanımlarımız üçün keks bişirməyə qəşəng qablar var. Həmişə xanımlar belə şeylər çəkəndə, yəni xoşlarına gəlir, istəyirlər. Baxın, 2 manatdır. Birində 6 dənə keks bişirə bilərsiniz və bunlar nə yanmır, nə yapışdırmır. Çox qəşəngdirlər. Bir ədədi 2 manatdır. Sonra belə açılıb bağlanan biskvit qəlibləri də var. Bunun da qiyməti 5 manat 50 qəpik və iri ölçüdədir. Ölçüsünə görə qiyməti dəyişir. Bu biraz kiçikdir. Bunun qiyməti 4 manat 50 qəpikdir. Sonra ürək formasında olan burada keks qəlibləri də var. 3 manatdır bunun qiyməti. Baxın, 3 manat. Bunun da qiyməti 2 manatdır. Baxın, bu qəlbin də qiyməti cəmi 2 manatdır. Belə keks qəlbi. 2 manat. Burada bir-birindən fərqli qəşəng çörək qabları da var. Baxın, əlimdə olan bu çörək qabı 3 manatdır. Elə bu da 3 manatdır. Qəşəngdirlər. Bunlar çox qəşəngdir. Diqqətimi çəkdi. Baxın. Duz qabı, istiot qabı çox qəşəngdirlər. Qiyməti belə paçkada 5 manatdır. Elə belə alırsınız 5 manat. Çox gözəldilər. Və bu da var. Baxın. Bu da elə 5 manatdır. Birinə istiot əlavə edirsiniz. Birinə də duz. Və süfrədə də çox gözəl görünür. Belə paçkada 5 manatdır qiyməti. Sonra yağ qablar var burada. Belə 4 manata. Burada gördüyünüz kimi baxın, çox qəşəng güldanlar var. Ən irisi bu 12 manatdır. Bunu gəlib səhifəmin adını desəniz, çox ağırdır ya. Ağırdır. Səhifənin adını desəniz 11 manatdan alıb aparacaqsınız. Baxın, bu biraz kiçiyi. Bu 6 manatdır. Bundan da biraz kiçiyi 5 manatdır. Stol üstü kulyonkalar da burada 3 manatdan başlayır. Metre ilə kəsilib alıb apara bilərsiniz. Bunlar da çox gözəldir. Bunların metrəsi 5 manatdır. Görün necə qəşəngdir. Bu limonlu çox qəşəngdir. Xanımlarımız üçün, yay üçün belə qəşəng damaşniklər də var. 12 manatdır. Baxın, burada da var. Bu da 12 manatdır. Bunlar 9 manatdır. Sonra yenə bunlar da 12 manat. Baxın, bunlar da 12 manatdır. 9 manatdır. Sonra baxın, bunlar da 12 manat. Yenə 12 manat. Yəni çeşid çoxdur. Bunlar da 9 manatdır. Burada belə qəşəng güldanlar var. Görün necə gözəldilər. Baxın, bu lap balacadır. Bunun qiyməti 4 manat 50 qəpikdir. Çox qəşəng materialları var. Bu 6 manat 50 qəpikdir. Və hədiyyəlik də alıb apara bilərsiniz. Sonra biraz irisi, bax bu iridir. 9 manatdır. Bu da 9'dur. Yəni rəng fərqi var. Gülləri fərqlidir, rəngləri. Və bu da 9 manatdır. Bu özü forması biraz fərqlidir. Çox gözəldirlər. Baxın, belə tort qablar da var. Çox qəşəngdirlər. Bizdə plastikdir, amma qalındır. 9 manatdır. Burada xəmir yoğurmağa şüşə qablardır. Mən də evdə bunlardan istifadə edirəm. İri ölçüdə baxın. Qiyməti də çox qəşəngdir. Yəni böyüklüyünə görə. Qiyməti 4 manatdır baxın. İri ölçüdə şüşə qabı 4 manat. Sonra biraz belə kiçik ölçüdə olan var. Bu 3 manat 50 qəpikdir.
Baxın bunlarda mən Astaradan almışdım. Zəfəran dəmləmək üçün, plov üçün 2 manat var. Elə oradan da 2 manat almışdım. Və baxın bunlarda çox qəşənglər. İçərisinə bax, setkası da var. Qiyməti 4 manatdır. Bu rəngi də gözəldir. Görün necə qəşəng. Bunun içərisində setkası var. Başqa rəngləri də var. Sonra baxın bu rəm çayniki 3 manat 50 qəpikdir. Bu iri ölçüdə olan 4 manatdır. Baxın gördüyünüz bu qrafin dəsti 25 manatdır. Hal-hazırda endirimə düşüb 15 manatadır. Bir dənə belə qrafinidir və 6 ədəd də belə bakalıdır. Çox qəşəngdilər. 25 manatdan endirimə düşüb 15 manata hal-hazırda. Və belə sadə qrafinlər də var. İstəsəniz 4 manat 50 qəpiyə. Baxın bu hətta 7 manatdır. 7 manata 4 manat 50 qəpiyə belə sadə qrafinlər də var. Baxın gördüyünüz bu çərəz qablar. Bunu qəşəng belə cehizli də ala bilərsiniz öz eviniz üçün də. Çox gözəldir görünüşü. Hal-hazırda deməli bu 40 xazeyindir. Baxın üzərində burada qiymət də yazılıb. Baxın görürsüz 40 manat yazılıb üzərinə. Mənim səhifəmdən, yəni kanalımdan gəlib. Kim ki desəniz ki, Kəmalə Kərimli kanalından gəlmişik, 30 manata alıb aparacaqsınız. 10 manat sizə endirim olunacaq. Baxın bu da başqa bir yəni dəstir. Görürsüz bax belə çox qəşənglər, çərəz qablarıdır. Süfrədə də çox gözəl görünür masanın üzərində. 30 manata gəlib alıb apara bilərsiniz. Tavada qapağı da qalındır, ağırdır. Tava özü də ağır tavadır. 40 santimetrdir bunun dairəsi. Yanmaz, yapışmaz tavadır. Hal-hazırda endirimdədir, düşüb 60 manata. Çox qəşəngli. Görürsüz necə iri bir ölçüdədir. Baxın görürsüz 60 manat. Hal-hazırda 60 manatadır. Əsl məclisli, qonaqlıq tavadır. Çox qəşənglərdir. Qranitlər qətiyyən yapışmır. Və yuxarıda gördüyünüz qazanlarda hal-hazırda hamısı endirimdədir. Baxın orada iri ölçüdə yenə qranit bir qazan var. 60 manata düşüb onda. Yəni hal-hazırda yuxarıda nə görürsünüzsə hamısı endirimdədir. Burada çox qəşəng sunumluq qablar var. Görün necə gözəldir. Deməli, qiyməti 11 manatdır. Hədiyyəli də alıb apara bilərsiniz. Hər biri yəni ayrı-ayrılıqda baxın qutuları da var burada. Bu da çox gözəldir. Görün necə qəşəngdir. Qiymət 10 manatdır. Çox gözəldir və ağırdır. Bax bunlar da. Sunumluq qablar qiyməti 7 manatdır. Bunun da qiyməti 7 manatdır. Bu da qəşəngdir. Nə qəşəngdir bax. Qiyməti 10 manat. Çox gözəldilər. Baxın gördüyünüz bu bakallar da görürsünüz necə gözəldilər. Bunun 2 dənəsi 18 manatdır. Çox qəşəngdir. Belə alıb dəstləşdirə bilərsiniz. Və baxın eyni markanın belə bir bakalı da var. Bunun isə 4 dənəsi 18 manatdır. 4 dənəsi 18 manat. Baxın bunun da bir ədədi 5 manatdır. Uşaqların yataq otağı üçün bax belə ayaqaltılar var. 3 manatdan başlayır qiymətləri. Baxın. Görürsüz belə ayaqaltılar da var hamam üçün. Ağır və materialı çox qəşəngdir. 7 manatdır bunun qiyməti. Belə ayaqaltılar da var. Baxın bunlar da cehizlik çox qəşəngdir. Dəst şəklində satılır. Bunlar 30 manatdır belə üçlü bir yerdə. Baxın bunun qiyməti görün nə qəşəngdir. 3 manatdır. Bunların bir ədədi 3 manatdır. Sonra bunlar da 6 manatdır. Qəşəngdir. Qiyməti 6 manat. Baxın burada hamam dəsti də var. 5'li hamam dəstidir. Qiyməti 12 manatdır. Türkiyə istehsalıdır. Bax burada sizin üçün yəni qurdum ki göstərdim sizə. 5'li dəst hamam üçün. Qiyməti 12 azdır. Bunlar da silikon buzqablardır. Qiyməti 2 manat 50 qəpiyə. Türkiyə istehsalıdır. Buradan açırsınız, suyu içərisinə əlavə edirsiniz və salam. Və buradan bağlayırsınız, atırsınız buzluğa, donur. İstənilən yəni şirənin içərisinə, suyun içərisinə əlavə edərkən qəşəng açırsınız, buzları istifadə edirsiniz. Qiymət 2 manat 50 qəpiyə. Xanımlar, baxın mətbəx tərəziləri. Həmişə məndən soruşursunuz. Ən ucuz tərəzidir, görürsünüz 5 manata. Baxın 6 manata.
Dükan da elə yerdədir ki, düz metronun çıxışındadır. Gəlin, bu ən ucuzlu tərəzidir. Alın, aparın. Yəni şirniyyat bişirəndə, yəni mətbəxdə hər birinizin əlinizin altında olsun. Ən ucuz tərəzilərdir. 5 manat, 6 manat. Gəlin, alın, aparın. Baxın, bu gördüyünüz bu silikon qəliblər də hal-hazırda hamısı endirimdədir, 1 manatadır. İçərisində keks bişirirsiniz, qətiyyən yapışmır. Qiyməti cəmi 1 manatadır. Bir ədədi 1 manat. Baxın, belə hanımlar, iri ölçülü olanlar da var. Görürsünüz, qiymətləri 1 manatadır. Sonra burada tort şprisləri var. Bunlar da hal-hazırda hamısı endirimdədir. Baxın, görürsünüz, burada 4.90'a satılıb. Görürsünüz, 4.90. Amma 1 manatdır. Hal-hazırda 1 manatdır. Baxın, bunlar da yenə 2 manat 90 qəpik yazılıb. Qiyməti 1 manatdır. Hal-hazırda 1 manat endirim. Amma baxın, burada nə görürsünüzsə, hər birinin qiyməti 1 manatadır. Baxın, belə ölçü qabı var. Görürsünüz, 1 manata. Sonra bax, belə melamin qablardır bunlar. Sınır 1 manatadır. Belə qaşıq qablarıdır. Sonra baxın, adi belə açıq qablar 1 manat. Bunlar da 1 manat. Belə kiçik ölçü qabları da 1 manatdır. Bunlar da 1 manat. Yəni nə görürsünüz burada? Urfa kimi. Hər bir şey 1 manatdır. Bunlar da mətbəx dəsmallarıdır. Deməli, dəst şəklində baxın. 3, 4, 5. 5 dənəlisi 1 manat 50 qəpik. Sonra belə rulon formasında da var təmizlik bezi. Mətbəx üçündür. Bir rulonu 2 manat 50 qəpikdir. Yəni, nə istəyirsiniz var da. Məhsulların hamısını bir-bir ayrı-ayrılıqda hamısının qiymətini deyə bilmirəm. Nə istəsəz burada var. Çox gözəl dükandır. Baxın, bunlarda pol silmək üçün dəsmallarda 4 manat 50 qəpik. Bunu iri ölçüdə. Görürsünüz? Və burada rozu rəngi də var. Yuxarıda gördükləriniz də hamısı paltar səbətləridir. Görürsünüz? Baxın, 10 manatdır. Sonra 9 manat. O birisi 13 manatdır. Və o da 2 manat 50 qəpik. Hətta ayaqqabıları yığmaq üçün burada ayaqqabı rəfi də var. Görürsünüz? 12 manatdır qiyməti. Yəni, məhsullar həddindən artıq çoxdur. Hər birindən ayrı-ayrılıqda qiymətlərini vaxt tapıb deyə bilmirəm. Yəni, bacardım ki, çox məhsulların çoxunun qiymətlərini sizə çatdırım. Kim ki, ayrıqlamaq istəyir, tez-tez özünün çəkisini çəkmək istəyir, xanımlar. Baxın, belə tərəzilər də var. Buradan ala bilərsiniz. 14 manatdır bunlar. Bu birisi tərəzilərin də qiyməti 12 manatdır. Bir də burada bir maraqlı məhsul, yəni, məni, baxın, gördüm. Yəni, bu məhsuldan həqiqətən ilk dəfədir görürəm. Baxın, tərpədəndə, bilmirəm, səs eşidirsə, eşitmirsə, içərisində su da var. Deməli, bunun qiyməti olub 9 manat 90 qəpik, hal-hazırda düşüb 4 manata. Deməli, bu nədir? Bunu hansısa, məsələn, səfərə gedirsiniz, rayona gedirsiniz, piknikə gedirsiniz. Bunu qoyursunuz buzluğa, donur. İçərisində olan bu su donur. Sonra, məsələn, soyuq nə ki aparırsınız, sok olsun, yəni şirə olsun, içkilər olsun. Həmin o soyuq içkilərin yanına bunu yerləşdirirsiniz. Bu sərin saxlayır. Görürsünüz, üzərində də burada şəkildə də var. Yəni soyuq saxlayır. Burada da gördüyünüz kimi həm uşaqlar üçün, həm də ki yemək üçün termoslar var. Bu asılqanların qiyməti də 1 manatdır. Belə asılqanlarda qiyməti 1 manat. Burada maraqlı bir məhsul var. Bu məhsulun qiyməti 1 manatdır. Deməli, bura şampunlu su yığırsınız, bura. Və bunu buradan, yəni sprey ilə çıxardaraq, hamımın güzgüsü olsun, şüşələr olsun, belə təmizləyirsiniz. Qiyməti 1 manatdır. Taxta qaşıqlar, yəni nə görürsünüzsə, hamısının qiyməti 1 manatdır. Bu materiallar da qəşəng qalındır. Burada taxta qaşıqlar var, yəni cürbəcür. Nə görürsünüzsə, hamısının qiyməti 1 manatdır. Xırdabat məhsulları çoxdur. Xanımlar, baxın, bunu məndən çox soruşurdunuz. Ən çox da xiyar turşusu bağlayanda. Mən bunu qapağı balonun üzərində yerləşdirirəm. Sonra həmin o suyu əlavə edirdim qazana, qaynadırdım. Həmişə məndən soruşurdunuz ki, bu qapağı hardan almışsınız? Görürsünüz, burada var. Bunun qiyməti neçə idi? 1 manatdır. Baxın, bunun da qiyməti. Baxın, belə bir maraqlı məhsul da var. Qiyməti 1 manatdır. Üzərində də görürsünüz, qeyd olunub. Çaydanın bu lüləyinə bu keçirdirsiniz ki, yəni içərisinə çayın telifi əlavə olunmasın.
Belə yumurta çırpıcılar var, süzgəclər var. Nə görürsünüzsə, hər birinin qiyməti 1 manat. Belə kartof soyandır, xəmir kəsəndir. Bunlar da 1 manatdır. Xəmir kəsənlər, bıçaq itləyənlərdir. Sonda ünvanı bir daha sizin nəzərinizə çatdırıram. Ünvan Bakı şəhəri, Nizami rayonu, Qaraqarayev metrosunun 3-cü çıxışında yerləşir. Dükkanın adı isə Sevilən Evim 1 manat dükkanıdır. Yolunuz Qaraqarayev metrosundan keçərsə mütləq 3-cü çıxışda düşün və gəlib buradan evinizə lazım olan xırdavat məhsullarını münasib qiymətə alıb apara bilərsiniz. Videom sizin üçün faydalı olsa bəyənib yaxınlarınıza paylaşmağı unutmayın. Sağ olun.